İcazənizlə biraz düşünüb ətraflı cavab vermək istəyirəm. Sual belə idi dostlar. Mən karyeramı qurmaq istəyirəm. Hal-hazırda formal təhsil alıram. Eyni zamanda da formal təhsillə yetinmirəm. Öz təhsil alıram, şəxsi inkişafdayam və mənim hər günümün böyük bir parçası formal təhsilə və öz təhsilə gedir. Və tutduğum da yol nədir? Təhsilimi bitirdiyimdə mən aparıcı bir şirkətdə, aparıcı bir mütəxəssis olmaq istəyirəm, öz həyatımı qurmaq istəyirəm, işimin adamı olmaq istəyirəm, öz sahəmdə sözümü demək istəyirəm. Bu niyyətdə olan, bu hədəfdə olan bir insanım. Amma həyatımda bu dəqiqə bir problem var. Zaman idarəsi. Nədir bu zaman idarəsində sıxıntı? Mən ətrafımda ailə üzvlərindən tutmuş, dosta, tanışa qədər sevdiyim, sevildiyim, dəyər verdiyim insanlar var. Və bu insanlar məndən, yəni dönə-dönə məndən onlara zaman ayırmağımı tələb edirlər, istəyirlər. Və mənim həyatımın bu dəqiqə nə etməli olduğunu bilirəm, amma o etməli olduqlarını edə bilmirəm. Niyə? Çünki filan kəslərin hər hansı bir çağırışında, dəvətində, görüşündəyəm. Hər hansı bir əzizimin, qohumumun, ailə üzvümün filan şeyində ora qaçıram, bura qaçıram və zamanın bir hissəsi buna gedir. Sual buydu ki, Pərviz bəy, mən nəyi səhv edirəm və ya bu düzgündürmü, nə etməliyəm? Sual budur dostlar. Buna cavabım biraz sərtdir dostlar. Və bu çoxlarında xəttinə də kimsə də mənlə razı da olmaya bilər. Bu sizin şəxsi fikrinizdir. Birincisi, sıradan insanları qoyuram bir kənara. Sözüm yaradıcı insanlaradır. Təbii ki, yaradıcı deyən kimi bir qrup insan deyəcək ki, yaratmaq Allaha məxsusdur falan, elə o barədə toxunacağam. O yaratmaq mövzusuna, yaradıcı insan mövzusuna izah edəcəm nə deməkdir bu. Qısaca sözüm yaradıcı insanlaradır. Bilsiz hansı insanlaradır? O insanlaradır ki, sən bəstəkarsan. İlahi qüvvə sənə bir incə sənətə, bu musiqiyə bir bəstə gətirmək talantı, istedadı verib. Sən yazarsan. İlahi qüvvə sənə yazmaq istedadı verib. Bu qədər oxucuya gözəl əsərlər təqdim etmək verib istedadı. Sən bir idmançısan. İlahi qüvvə sənə bu idmanda talant verib. Sən o idmanda gedib dünya çempionu olmağa, ölkəni təmsil etməyə, dünyada təmsil etməyə layiqli bir insansan. Namizədsən bu yolu tutmağa, yəni. Və sən bir start-upersən, sən bir biznes ideyalarından o talantı verib sənə ortaya bir iş dünyasında hələ tətbiq olunmayan bir ideyanı, bir start-up'ı gətirən bir namizədsən. Sənə bax bu talant verilib. Bax sözüm bu tipdə olan insanlaradır. Sözüm o insanlaradır ki, sən dostum, əgər yaradan, həyat, ilahi qüvvə nə adlandırırsan adlandır, sənə bu istedadı veribsə, sənə bu potensialı veribsə, sən bu həyatda ömrün limitlidir. Sayılı günlərin var bu həyatda. Neçə yüz minlər günlük bir həyatın yoxdur. Cəmsi ortalama 26-36 min günlük ibarət bir həyat yaşayacaqsan. Sən artıq bu potensialın, sənə verilən bu hiss istedadın haqqını verməlisən. Bu nə deməkdir dostum? Sənin bu dəqiqə ilahi qüvvə tərəfindən verilən borcu və həyata sənin bunun qarşılığında verməli olduğun borcun insanlığa bu potensialını tökməlisən, ortaya ərsəyə gətirməlisən, yaratmalısan. Çünki o yaradıcılıq yaradan tərəfindən sənə verilib. Ona görə də sənə verilən bu istedadı sunmalısan bu həyata, bu insanlığa və sənin durub hər hansı bir dostunla, hər hansı ay filan kəs inciyər məndən, filan əzizim mənə ona zaman ayırmalıyam, ay ona belə dəyər kimi eləmək haqqın yoxdur. Sənə bu həyatda missiya verilir. Sən bir yazarsansa
və o hekayələr, o romanlar, o povestlər, o bütün o ideyalar sənin artıq beynində, qəlbində döyünürsə, sən onu tökməlisən, yazmalısan, kitaba çevirib bu qədər oxucuya, bu dünyaya sunmalısan. Bunu etməyib də həyatını başqa şeylərlə keçirməyə haqqın yoxdur. Əgər sənə bu istedad, bu talant verilibsə, kim səndən incir, sən potensialına doğmalısan. Sən oturub o işlə məşğul olmalısan. Əgər sənə musiqi dünyasında bu bəstələri ərsəyə gətirmək istedadı verilibsə, bu deməkdir ki, bu sənin insanlıq borcundur. Musiqi dünyasını o bəstələrlə qovuşturmalısan. Sənin haqqın yoxdur o bəstələri bəstələmək əvəzinə gedib boş-boş işlərlə məşğul olmaq, başqa işlərlə məşğul olmaq, kimlərsə xətrinə görə zamanını bu işə yox da o işə sərf eləməkdir. Sənin buna haqqın yoxdur. Və bu yolda sən bu həyatda fərqi yoxdur hansı say olsun. Öz missiyağı, hər kəsin bir missiyası var və bizim cəmiyyətdə gördüyüm odur ki, insanların öz missiyalarından zərrə xəbərləri yoxdur. O missiyanı tapmayaraq da ömürlərini boş-boşa keçirib gedib, ölüb gedirlər yəni. Sözüm həyatda o missiyanı tapan insanlardır. Sən bu həyatda həyat amalığı, missiyağı tapdınsa, sən özünü yalnız o missiyaya həsr eləməlisən, o missiyanın təmsilçisi olmalısan, bütün həyatın ona həsr olmuş bir həyat yaşamalısan. Buna görə də kimsə səndən inciyirsə, ay mənə zaman ayırmırsan, ay sən belə insansan, ay sən dost deyilsən, ay sən nə bilim dəyərli qohum deyilsən deyirsə, bu onun problemidir. Sən, bir daha deyirəm, sənin haqqın yoxdur ki, insanlığa sunacaq bir istedad sənin içində varsa, zamanı o istedada, o insanlığa, bu dünyaya, bu həyata, bu həyatın daha da gözəlləşməsinə sərf eləmək əvəzinə gedib onu o istəyin, o sevdiyinlə, o şəxslə keçirmək. Buna sənin haqqın yoxdur dostum. Ona görə də o sualın cavabı budur ki, sən yaradıcı insansansa, kim səndən incisin? Əgər sən bilirsən ki, bu mövzu sənin içində indi doğub və sən indi onu yaratmalısan, o musiqini, o kitabı, o idmanı, o biznes ideyasını, o startupı, onu indi eləməlisən. Qapanmalısan özü və bunu ərsəyə gətirməlisən. Və bunda da heç bu mövzuda da qəti şəkildə içində mənəvi o vicdan sızıltı yaşamamalısan ki, mən doğru eləmirəm, mən sevdiklərimi ehmal eləyirəm, mən onu eləyirəm, bunu eləyirəm. Qəti şəkildə. Bu sənin həyat missiyandır dostum və səni təbrik edirəm. Sən həyat missiyanı tapmısan, bu yolu axıra kimi də gedəcəksən. Və sən bu yolun başına çatanda, sən artıq bəlkə də bəzi insanlarla zaman keçirməyə ehmal edə bilərsən, amma insanlığa böyük bir dəyər sunmuş olacaqsan. Ona görə də rahatlıqla, heç bir vicdan əzabı çəkmədən, qəti şəkildə belə səhv düşüncədə olmaqdır, bəlkə mən səhv edirəm düşüncələr olmadan, qəti şəkildə, rahatlıqla, qətiyyətlə bu yolu get dostum. Əgər sən o yaradıcı insansansa. Və sonda da yaradıcı insan nə deməkdir? Buna toxunmaq istəyirəm. Təbii ki, yaratmaq yeganə və yeganə, tək və vahid olan yaradana aiddir. Bu öz yerində. Yaradan yoxdan var edəndir. O bizi yoxdan var etdi. Amma bizim hər bir keyfiyyətimiz onun təcəllisidir. Onda olan keyfi, onda olan bütün şeylərin bir damcısını bizə verib. Düzdürmü? Və onun o verdiyi o damcı sayəsində sən yaradırsan, amma sən yoxdan yaratmırsan. Onun bu dünyada verdiyi məhsullardan bir şey ərsəyə gətirirsən. Bu da yaratmaq deməkdir. Və bu yaratmağın, o yaradanın yaratmağı ilə qəti şəkildə bir əlaqəsi yoxdur və ya biz yaradanlıq eləmirik. Başa düşürsünüz? O sənə verilən bir istedaddır. Sən bu musiqi sənin içində doğur və bu musiqini yaradırsan, bəstələyirsən, ortaya gətirirsən. Bu elmdə o hər hansı bir elmi qanun zaten var idi. O sənin içində doğur, sən bir alim kimi o elmi qanunu kəşf edirsən, yaradırsan, ortaya gətirirsən. Ona qədər heç kəs o elmi qanundan xəbərdar deyildi. Sən onu kəşf edib yaratmış oldun. Düzdürmü? Və bu mövzuda
yaradıcı insan dedikdə mən bunu nəzərdə tuturam. Yaradanın bu həyata verdiyi nemətlərdən ortaya gətirə biləcəkləri sahib olan o intellektə, o düşüncəyə, o elmə sahib olan insan deməkdir yəni. Və bu mövzuda da yaratmaq deyərkən istəmirəm ki, qəti şəkildə yaradanın yaratmağı ilə səhv tutulsun, bir tutulsun və buna görə də belə deyim də qarşı çıxılsın. Sən yaradıcı insansan dostum, o kitabları yazmalısan, o startupı ortaya qoymalısan, o elmi kəşf eləməlisən, o musiqini bəstələməlisən və bu yolda da hər birimizə cəmsi gündə 24 saat verilib və o 24 saatı ay filan kəsin xətri, filan kəsin zaman keçirin, filan kəsin qəlbinə dəyməyimlə yox, özünlə və o yaradıcılığınla məşğul olaraq keçirməlisən. Yerdə zaman qalırsa, tamam, o zaman gəlsin bizim sevdiklərimiz, oturub onlarla zaman keçirək. Belə.